Investaz Invest şirkəti sizi salamlayır. Bugün Amerika, Avrozona və digər xristian dövlətlərinin müqəddəs cümə günü bayramını qeyd etməkləri dünya birjalarında ticarət aktivliyinin zəifləməsinə səbəb olub. Lakin buna baxmayaraq baş verə biləcək iqtisadi və siyasi hadisələr diqqət mərkəzindədir. Xüsusilə də bugün Bakı vaxtı saat 16:30-da açıqlanacaq Amerikanın mart ayı üzrə inflyasiyasıdır. Belə ki, göstərici fevral ayının 2,7% səviyyəsində yüksək açıqlanarsa, bu dolların ucuzlaşmasına səbəb ola bilər. Digər tərəfdən isə göstəricinin 2,1-2,6% aralığında açıqlanması fonunda maliyyə bazalarının investorların gözləmə mövqeyi seçə biləcəkləri ehtimal edilir. Çünki investorlar həm federal ehtiyat sisteminin, həm də yeni vergi və investisiya siyasəti planlaşdıran Amerika hökumətinin növbəti bəyanatlarını və iqtisadi hadisələri gözləyəcəklər. Əlavə məlumatlar üçün isə investaz.az/analiz saytından da istifadə edə bilərsiniz. Investaz Invest şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.